Gördüyünüz bu hadisə Xaçmazda baş verib. Rayonun Müzəffərova kəndində Gəndov Yalama yolunda Kia markalı bu nəqliyyat vasitəsi görünən o qarşıdakı marketdən yola çıxan Mercedes markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki avtomobil ciddi zədələnib və Kia markalı avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldılar. Təcili tibbi yardım avtomobili gəlib, hər iki şəxsi rayon xəstəxanasına aparılıb. İlkin əldə olunan məlumata görə vəziyyətləri qənaətbəxşdir. Bax, Mercedes markalı avtomobil budur. Yəni hadisə şahidləri, hadisə yerində olan şahidlər bildirdilər ki, bu maşın yola çıxarkən Xudat istiqamətində gələn Kia-la toqquşub. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Hadisənin tam dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.